Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən bu videomda sizin üçün 2026-cı ildə müəllimlərin işə qəbul imtahanının test mərhələsində hərəki qabiliyyətlərdən düşmüş bir sualın izahını verəcəm. Diqqətlə oxuyaq sualımızı. Deyir ki, kürək üstə uzanmış vəziyyətdən şagird topu uzağa atır. Burada şagird hansı hərəki qabiliyyəti inkişaf etdirmiş olur? Ümumiyyətlə, yadda saxlayaq ki, sürət güc hərəki qabiliyyəti müəllimlər məktəblərdə iki istiqamət üzrə inkişaf etdirilir. Aşağı ətraflarda sürət güc hərəki qabiliyyətinin inkişaf etdirilməsi, bir də var yuxarı ətraflarda sürət gücünün inkişaf etdirilməsi. Aşağı ətraflarda sürət gücünün inkişaf etdirilməsi tullanmalardır, sıçrayışlardır, hoppanmalardır və başqalarıdır. Bunların hər biri sürət güc hərəki qabiliyyətini aşağı ətrafları inkişaf etdirir. Yuxarı ətrafları inkişaf etdirən isə atmalardır. Burada da bizdən soruşur ki, kürək üstə uzanmış vəziyyətdən şagird topu uzağa atır. Düzdür, şagird gördüyünüz kimi şəkildə fonda verilib ki, uzanmış vəziyyətdən atır. Amma uzanmış vəziyyətdən yerdən atmağına baxmayaraq, şagird yuxarı ətrafın gücü hesabına atır deyə, burada şagird yuxarı ətraflarda sürət gücü inkişaf etdirmiş olur. Yəni, sualımızın cavabı məhz sürət güc hərəki qabiliyyətidir. Əgər soruşsaydı ki, bu hərəkət sürət güc hərəki qabiliyyətində hansı ətrafları inkişaf etdirir? O zaman deyə bilərdik ki, yuxarı ətraflarda sürət güc hərəki qabiliyyətini inkişaf etdirir. Və əksəriyyət müəllimlərimiz qarışdırır qüvvə ilə. Qüvvədə topların atılması, itələnməsi deyil. Topların atılması, itələnməsi əsasən sürət gücdədir. Qüvvədə isə deyir ki, toplarla hərəkətlər. Yəni, o top olmasın, hər hansı o idmanla məşğul olan bir şəxsə topun əvəzinə başqa bir əşya verir. Yenə burada o əşya ilə hərəkət etdikdə həmin şəxs neyniyəcək idmançı? Əzələ yığacaq. Burada o zaman olardı ki, toplarla hərəkətlər desəydi, olardı qüvvə hərəki qabiliyyəti. Amma bu sualımızın cavabı isə sürət güc hərəki qabiliyyətidir.